Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə media təqləri haqqında danışacağıq. Yəni əsasən audio və video təqlərini sizə izah etmiş olacağam. Təbii ki, search-də istifadə olunur bunların içərisində. Bunu da göstərmiş olacağam. Və burada qeyd etdiyim deməli atributlar var. Bunları da ətraflı izah etmiş olacağam. Dərs folderimizə baxdığımız zaman baxın burada 17 yazmışıq media təqləri və içərisində audio adında bir folder var, bir də video adında folder var. Təbii ki, bu folderlərin hər bir dərsin altında mən öz folderlərin, dərs vəsaitlərini yerləşdirmişəm. Yəni videonun açıqlama hissəsinə baxsaz əgər orada görə bilərsiniz. Dərsi yükləmək üçün link yerləşdirmişəm. Ora klik edərək folderləri yükləyə bilərsiniz. Deməli audio içərisinə baxdığımız zaman buna klik edirəm. Burada 40 saniyəlik bir səs var. Baxın, vururam, hal-hazırda səs irəliləyir və mənə səs hal-hazırda gəlir. Çünki mən qulaqcıq taxdığım üçün sizə səs hal-hazırda gəlmir. Amma mən eşidirəm səsi. Vurdum, dayandı səs. Bu da gözəl bir mahnıdır. Başqa mahnı tapa bilmədim. Bunu yerləşdirdim. Sizinlə də paylaşacağam dediyim kimi. Yəni budur, bu səsdir. Yəni bunun üzərində praktik edəcəyik. Audionu necə yerləşdirə bilərik səhifəyə onu göstərmiş olacağam. Və qeyd etdiyim kimi səs gəldiyi anları mən sizə deyəcəm, mənə gəldiyi anları deyəcəm, amma siz eşitməyəcəksiniz bunu. Çünki mən elə quraşdırmışam, istəmədim dəyişdirim. Bu belə. Bir də video içərisinə baxdığımız zaman 2 dənə video var. İkisi də Qalatasaray ilə bağlıdır. Baxın belə bir videomuz var bizim burada. Bir də burada bir dənə Çempionlar Liqindən videomuz var. Yəni bunlar üzərində praktik etmiş olacağıq. Həm video, həm də audio təqini. Aydındır? Bu da belə. İndi bunu da bağlayıram. Örneğin gələk artıq birbaşa başlayaq elə buradan. Məsələn video təqi ilə başlayıram. Burada SRC-si gəldi video təqinin. Yəni SRC-ni bilirik də artıq biz bu SRC-yə videonun yolunu versək əgər, həmin video ekranda görsənmiş olacaq. Ctrl S eləyirəm. Baxın, bu vəziyyətdə baxdığımız zaman video bizim üçün burada görsəndi. Bu sol tərəfdə Ctrl B eləyək, bağlayaq. Bunu da biraz çəkin bura, gəlsin. Baxın, hal-hazırki vəziyyətdə video buradadır. Amma fikir vermirsinizsə, əgər irəliləmir. Sadəcə dayanıbdır. Elə deyil, videonu başlatmaq lazımdır. Videonu başlatmaq üçün, yəni səhifə açılan kimi video başlasın, getməyə başlasın. Bunu demək üçün autoplay-dən, baxın bundan istifadə etmiş olacağıq. Autoplay, baxın burada. Ctrl S edirəm və fikir verin, səs də hal-hazırda mənə gəlir və ekran deməli səhifəyə giriş olunan kimi artıq video başladı irəliləmə. Və fikir verin, getdi, yekunlaşdı. Fikir verin, baxın, yekunlaşdı, dayandı. Təzədən artıq video başlamadı. Təzədən başlamağını istəyiriksə, yəni video getsin, qurtardısa təzədən video davam eləsin, dövr şəklində. Onun üçün loopdan istifadə edirik, loop atributundan. Baxın, Ctrl S elədim. Video başladı, autoplay yazmışam. Video başladı davam etməyə, səhifəyə giriş olan kimi. Video yekunlaşır. Baxın, səs də gəlir hal-hazırda mənə. Yekunlaşdı, təzədən video başladı. Loopa görə başladı təzədən video. Aydındır? Bu belə. Burada mated var. Bu isə, baxın, bu isə səssiz formada başladır. Baxın, yəni daha doğrusu videonun səsini alır. Ctrl S eləyirəm. Hal-hazırda baxın, səs mənə gəlmir. Yenə autoplay olduğu üçün Ctrl S eləyən kimi video özü başladı irəliləməyə. Loop yazdığımız üçün video dayanandan sonra təzədən dövr eləyəcək, amma mated yazdığımız üçün səsi gəlmir hal-hazırda mənə. Aydındır? Hal-hazırda mən səsini eşitmirəm videonun. Bu belə. Daha sonra vid dəyərləri, vid və height-i bilirik. Məsələn 400 yazsaq bura, height də desəm 400 olsun. Örneğin 400 deyirəm də 500-600 də yaza bilərsiniz. Ctrl S edirəm. Yəni bunun ölçülərini vermiş olduq biz. Width enliyi, height də hündürlüyü. Elə deyil 400 piksel yazmış olduq və ya bunu məsələn 500 piksel yaza bilərik. Fərqli piksel dediyim indi 500-400 yazırıq. Pikseldir, remdir və s. faizlə ölçülərin verilməsi bunları CSS-də öyrənəcəyik. Yəni width və height atributlarından biz yenə atributlarına dəyər verərək videonun ölçülərini təyin edə bilirik. Bu da belə width height dediyi poster var. Burada bunu göstərməyəcəm. Video başlamazdan öncə məsələn autoplay-i buradan silək, Ctrl S eləyək. Bu formada olduğu halda cover deyək də buna, thumbnail də adlanır bu. Yəni videonun başlanğıc səhifəsi necə olsun? Video başlamazdan öncə necə görsənsin? Poster atributuna bunu vermək olar. Hər hansı bir şəkil, link və s. verəndə bu videonun cover-ı həmən o bizim verdiyimiz şəkil olur. Aydındır? Təbii ki, ölçülər burada daşlanma və s. ola bilər. Onları da CSS-dən düzəltmək mümkündür. Ctrl Z eləyirəm, autoplay yerinə qaytarıram. Baxın, loop-dur, width-dir, height-dir, posteri bildik, mate-i bildik, autoplay-i bildik. Controls var burada. Fikir verin, videonun üzərində klik eləyirəm. Heç bir şey yoxdur burada. Videonu dayandırmaq üçün, səsini almaq üçün, sıfırlamaq üçün və s. Onun üçün də controls, baxın. Controls atributu var. Ctrl S etdiyim zaman artıq burada fikir verin. Videonu dayandıra bilərəm. Burada dəqiqəsi görsənir, saniyəsi görsənir. Videonun səsini baxın. Mated yazdığım üçün default olaraq səs sıfırda gəldi. İndi bunu qaldırsaq məncə bu formada qaldırmayaq. Baxın, matedi
Buradan silsəm, Ctrl S eləsəm, baxın videonun səsi açıq formada gəldi. Buradan böyük ekran eləmək olur. Baxın, bütün böyük ekran eləmək olur. Buradan kiçiltmək olur. Burada 3 nöqtəyə vurub videonu yükləyə bilərik. Playback speeddən bunun sürətini təyin edə bilərik. Məsələn, sürəti nə qədər olsun, 2x olsun və s. Və burada da məsələn bu formada kiçildə bilərik. Kiçik ekranda sağa sola hər hansı bir yerlərə apara bilirik. Fikir verirsiniz bu formada. Və təbii ki, yerinə qaytarmaq üçün X versək, bura qayıtmış olacaq zaten də. Buna da vururam, başlasın. İndi Mate'i də bura yazım. Mate'də yazım, səssiz formada davam eləsin. Yəni, Control-la biz bura kontrol üçün, belə deyək də, bu vasitələri əlavə etmiş oluruq. Aydındır, bu irəliləmək üçün və s. Amma Ctrl-C əlavə etməsək, bəzi səhifələr var da, buna ehtiyac olmur. Sadəcə poster kimi görsənsin orada, reklam axışı kimi getsin deyiriksə, Ctrl-C buradan yığışdırsaq, sadəcə video davam edəcək. İndi loop və s. yazmağımızdan asılı olaraq video irəliləyəcək və yenidən davam etmiş olacaq. Bu da belə. Yəni, bu video ilə bağlı idi. İndi video ilə bağlı bunu yazdıq. Ctrl-KC edirəm bunu, Ctrl-S edirəm. Burada yazmışıq bunu, fikir verin. MP4 formatındadır, bu elə deyil. Birbaşa videonun SRC atributuna verdiyi. Amma bir də belə yazılış var və niyə görə belə yazılış var, onu da deyəcəm. Buradan SRC-ni silirəm mən və gəlirəm bura. Search-dən istifadə edirəm. Baxın, bu search-ə SRC verəcəm və burada mənimsədəcəm. Məsələn, video içərisindən bu dəfə də Çempionlar Liqini götürək. Ctrl-S edirəm. Baxın, Çempionlar Ligi ilə bağlı olan həmən o video gəldi bura. İndi fərqində deyəcəm dediyim kimi. Videoya burada yenə də biz deyə bilərik. Məsələn, autoplay olsun, başlasın elə birbaşa. Mated olsun, səssiz formada başlasın. Loop olsun, döngü formasında olsun da, yəni getsin, yekunlaşsın, təzədən başlasın. İndi baxın, bu search içərisində yazmaqla birbaşa videonun öz SRC-sinə vermək arasında fərq nədir? Biz search-lə ola bilər ki, sizin brauzer, yəni müxtəlif brauzerlər müxtəlif formatları dəstəkləməyə bilər və ya dəstəkləyə bilər. Məsələn, məndə MP4-ü dəstəkləyir hal-hazırda. Ona görə göstərir burada. Aydındır? Yəni Chrome bunu dəstəkləyir. Amma ola bilər ki, videonu biri dəstəkləsin, digəri dəstəkləməsin. Onun üçün də biz Ctrl-C edirəm. Baxın, burada search-ləri yaza bilərik ki, tutalım. MP4 formatında burada yazırıq. Sonra burada məsələn indi video formatları hansıdırsa, həmin formatı burada yazırıq. Onun formatını burada yazırıq. Onun formatını burada yazırıq. Təbii ki, bunlar hər biri ayrı-ayrı videolardır. Yəni video folderi içərisində bu videolar ayrı-ayrı yerləşməlidir. Sadəcə genişlənmələri fərqli olur. Aydındır? Yəni bu o deməkdir ki, bunu götürməsə bunu götürsün, bunu götürməsə bunu götürsün. Aydındır? Axır biri belə deyək də işləyəcək həmin brauzerdə. Yəni bu search-lə biz onu verə bilirik. Aydındır? İndi məndə başqa video formatı yoxdur, MP4 deyilə, onu istifadə edirəm. Amma ola bilər də weblə page var və s. də digər video formatları var. İndi mən də dəqiq onları bilmirəm açığı. Onlardan, yəni tutalım real layihədə biz düşünürük ki, bu video məsələn Chrome-da açıla bilər, digər brauzerdə açılmaya bilər. Onu nəzərə almaq üçün araşdırma edirik ki, hansı brauzer hansını dəstəkləyir və ya hansına qadağalar qoyur. Bunları araşdırandan sonra həmin videonu digər formatlara da çevirib fayl olaraq yükləyirik və search hissəsində onların da yolunu göstərir. Yəni bunu götürməsə bunu götürsün, bunu götürməsə bunu götürsün. Axır birini götürüb burada render eləyəcək, ekranda göstərəcək. Aydındır? Yəni search ilə yazmaq budur. Yəni videonun birbaşa SRC-sinə də yazmaq olar bu formada və yaxud da ki search içərisində də yazmaq olar. Təbii ki, burada atributlar da autoplay-dir, mated-dir, loop-dur və məsələn controls-dur burada. Ctrl-S edirəm. Bunları da video təqinin özünə veririk. Search-lə yazırıq, amma video təqinin özünə veririk. Baxın, burada da fikir verin. Bu formada gəlir. Control hissəsi gəlir bizim üçün. Bu da belə. Ctrl-KC edirəm, Ctrl-S edirəm və gəlirik hara? Audioya. İndi audioda elə bunun kimidir. Baxın, mated audioda da eynidir. Loopdur, widthdir, heightdir. Width, height daha doğrusu istifadə olunmur. Poster istifadə olunmur. Çünki ölçü deyilən bir şey orada yoxdur. Burada audio var sadəcə. Autoplay'dir, controldur. Bunları istifadə edə bilirik. İndi gəlin başlayaq yazmağa. Məsələn, audio. Audio yazıram. SRC-sinə də verə bilərik birbaşa. Baxın, search açıb içərisində buna da vermək mümkündür. Okay, da burada eyni təkrarını göstərməyəcəm. Video kimi eynidir. Search-ün SRC-sinə də vermək mümkündür. Dediyim kimi birbaşa audionun SRC-sinə də vermək mümkündür. Hətta gəlin buna verək burada. Burada yazıram, nöqtə yazıram. Audio içərisindən nəyi seçəcəyik biz? Mahnı MP3. Ctrl-S edirəm. Baxın, ekranda hələ ki bir şey gəlmədi. Buna mən audioya, baxın, audioya əlavə edirəm. Tələbələr bəzən səhv edir, gətirib search-ə əlavə edir. Bura controls əlavə edəcəm ki, kontrollarla görsənsin. Baxın, Ctrl-S elədim, burada gəldi bizim üçün. Vurdum, hal-hazırda mənə səs gəlir. Mahnı səsi gəlir, gözəl də mahnıdır. Siz də qulaq asın mütləq şəkildə. Buradan səsi dayandıra bilirik, bağlaya bilirik, aça bilirik. Buradan məsələn, nə edə bilərik? İndi gəlin bunun üzərinə BR-lər ataq.
Kontrol S eləyirəm. Baxın bu formada. Kontrol S eləyirəm. Bu formada fikir verin. Hal-hazırda gedir. Mahnının səsi gəlir mənə. Buradan dediyim kimi səs bağlayıb aça bilirik. Buna klik etdiyimiz zaman yükləyə bilərik bunu və yaxud da ki, buradan sürətini təyin etmək olar. İndi bu BR-ləri açsaq əgər, Ctrl S edirəm. Biraz da düşsün aşağı. Baxın, buna klik elədiyimiz zaman bu formada, yəni bunları da açmaq mümkündür. Ctrl S əlavə etdik. İndi biz bura autoplay əlavə edə bilərik. Məsələn, baxın. Bu BR-lər də ümid edirəm sizi çaşdırmayacaq da, sadəcə aşağı düşsün deyə eləmişəm. Autoplay yaza bilərik bura. Ctrl S eləyirəm. Baxın, birbaşa səhifəyə daxil olan kimi başladı. Baxın, səs gəlir hal-hazırda mənə. Burada da görürsünüz ki, saniyə irəliləyir. Autoplay yazdığım üçün birbaşa başladı. Loop yazsaq əgər, baxın, gedib yekunlaşandan sonra Ctrl S eləyirəm və gəlsin bura. Məsələn, baxın 37-ci saniyədə yekunlaşır. 40 oldu, təzədən başladı. Fikir verin, loop yazdığım üçün. Sonra nə vardı burada baxaq. Mated'dir, səssiz formada başladır. Baxın, buna baxırıq. Video ilə eynidir yəni. Ctrl S edirəm, baxın səssiz formada başladı, amma gedir. Autoplay yazmışam çünki. Bu da belə. Sonra burada nə var başqa? Bunlar da elə. Demək olar ki, bunlar da search-nə istifadəsini göstərdim. Baxın, bu search-nə istifadəsidir. Hətta gəlin, narahat oluram, inanırsınız. Ona görə gəlin bu formada da yazılışını göstərim. Ctrl-K edirəm burada və gəlirəm bura. Bunu bu SRC-ni buradan Ctrl-X edirəm. Gətirirəm audioya, atıram və bunu da buradan silirəm. Ctrl-S edirəm. Bu formada da mümkündür. Aydındır. Belə də yazmaq olar, belə də yazmaq olar. İkisində də eyni nəticəni əldə etmiş olacağıq. Ctrl-K edirəm. Ctrl-S edirəm. Yəni bu formada bir səhifədə məsələn birdən çox video təqləri yazmaq mümkündür. Örneğin burada məsələn Ctrl-K eləyib açsam bunları. Belə eləməyək də bunu Ctrl-K eləyib açaq birinci, sonra bunu açaq. Ctrl-K eləyib açaq, Ctrl-S eləyək. Baxın, bu formada birdən çox videoda eyni zamanda əlavə etmək mümkündür. Baxın, bu formada birdən çox video əlavə etmək olar və ya audio əlavə etmək olar. Yəni bunlar üçün qayda qanun yoxdur ki, yəni ümumiyyətlə HTML-də çox element üçün qayda qanun yoxdur ki, sadəcə bir dəfə istifadə edə bilərsən. Amma main-i məsələn bir dəfə istifadə etmək olar, semantik etiketlərə aid. Amma bu kimi təqləri bir dəfə istifadə etmək kimi qayda qanun yoxdur. Tələbələr onu da qarışdırır, ona görə demək istəyirəm. Yəni videonu yuxarıda yazdım, başqa bir yerdə mənə lazımdır, yenə yaza bilirəm. Bu da belə, bu dərsimizdə media təqləri haqqında danışdıq. Audio və videonu sizə izah etməyə çalışdım. Sadədir və maraqlı dərsdir. Çalışın, praktik eləyin. Bir sonraki dərsdə, bir növbəti dərsimizdə deməli fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.